Möhtəşəm təmirli bir mənzildə hamımızı xoş gördük. Nərimanovda Heydərliyev mərkəzinin yaxınlığında yeni tikili 17 mərtəbəli çıxarışlı binanın 5-ci mərtəbəsindəyik. Burada 156 kvadrat ölçülü, 3 otaqlı, tam təmirli, yaşayış olmayan əşyalı bir mənzili təqdim edirəm. Hal-hazırda qonaq otağının gözəlliyini görürsünüz. Geniş ölçüyə malik bir qonaq otağı var. Təmir zamanı keyfiyyətli inşaat materiallarından istifadə olunub, zövqə, dəbə və müasir standartlar əsasında təmir olmuş bir mənzil. Qonaq otağını görünüz, geniş vitrin pəncərəyə malik. Pəncərələr mövcuddur. Keçək digər hissələrlə də vaxt itirmədən tanış olaq. Əziz izləyicilərimiz, bu şəkildə mənzildir. Bütün otaqların girişi dəhliz hissədəndir. Burada mənzilin giriş hissəsi yerləşir. Daxil olduqda sağ hissədə dərin bir dolab giriş mebeli yerləşir. Burada güzgü açar hissələrdir. Belə bir geniş dəhliz hissə mövcuddur. Qranit mərmər hissələr istifolla təsis olunub. Burada birinci olaraq mənzilin qardırob hissəsi yerləşir. Üst geyimlərinizi rahatlıqla yerləşdirə biləcəyiniz bir hissədir. Baxın, bu şəkildədir. Burada mənzilin birinci yataq otağı yerləşir. Çox geniş ölçüyə malikdir. Qaz, su, işıq təminatı fasiləsiz, yeraltı parkinq, geniş həyət, uşaq meydançası, söhbətgahlar və 2 sürətli lift mövcuddur. Yataq otağını gördünüz, bütün əşyalar qiymətə daxildir. Qiymət də videoda qeyd olunacaqdır əziz izləyicilərimiz. Burada mənzilin çox gözəl bir hissəsi olan mətbəx hissəsidir. Baxın, belə bir gözəl mətbəx hissəmiz var və mətbəxdən eyvana çıxış mövcuddur. Lazım olan elektrik avadanlıqlar da mətbəx mebelinə quraşdırılıb. Baxın, bu şəkildə eyvan hissə mövcuddur. Gün düşən bir mənzildir. Qaz, su, işıq təminatı fasiləsiz, istilik sistemi isə fərdi olaraq kombi istilik sistemidir əziz izləyicilərimiz. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla təmin olunub. Baxın, bu şəkildədir. Burada mənzilin qonaq otağı yerləşir. Qonaq otağının gözəlliyini görürsünüz əziz izləyicilərimiz. Geniş kvadrat ölçüyə malikdir. Lazım olan əşyalarla təchiz olunmuşdur. İndi isə keçək mənzilin digər yataq otağına tanış olaq. İsə mənzilimizin əsas yataq otağı yerləşir dəyərli izləyicilərimiz və əsas yataq otağının master room'un daxilində sanitar qovşağı yerləşir. Baxın, əsas yataq otağını görürsünüz. Lazım olan hissələrlə tam şəkildə döşənilib. Burada isə qeyd edək, sanitar qovşağı yerləşir ki, lazım olan aksesuarlarla təmin olunmuşdur. Mənzilimiz Nərimanovda, Təbriz küçəsində Heydərliyev mərkəzinin tam yaxınlığında yeni tikili premium layihəli bir binada 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 156 kvadrat ölçülü bu mənzil təcili olaraq bazar dəyərindən aşağı qiymətdə satışa təklif olunur. Qiymət aşağıda qeyd olunacaq, real alıcıya endirim olunacaqdır.